Kartapobuta ilə bağlı qərarı aylardır gözləyirsiniz, amma idarədən heç bir cavab gəlmir. Bir çox insan prosesə təsir etməyin mümkün olmadığını düşünərək sadəcə gözləməyə davam edir. Halbuki Polşa qanunvericiliyində işin daha tez baxılmasını tələb etməyə imkan verən rəsmi hüquqi vasitələr mövcuddur. Lakin hər hansı addım atmadan əvvəl işin vəziyyətini yoxlamaq lazımdır. Bütün sənədlər təqdim edilibmi? İdarədən gələn məktub və ya sənədlərin tamamlanması tələbi gözdən qaçırılmayıb ki, müqavilə, gəlir, sığorta və digər sənədlərin yenilənməsi tələb olunurmu? Əgər sənədlər qaydasındadırsa, biz müvafiq müraciətləri hazırlaya və növbəti hüquqi addımları ata bilərik. Əgər siz də Kartapobut üzrə qərarı uzun müddətdir gözləyirsinizsə, yorumlarda qərar sözünü yazın, işinizin sürətləndirilməsinin mümkün olub-olmadığını yoxlayaq.